Salam, bugün sizinlə heyvanlarda tənəffüs mövzusunun iş dəftərindəki tapşırıqlara baxacağıq. Gəlin başlayaq tapşırıq 1 ilə. Deyir, tənəffüs prosesi nədir? Baxın, tənəffüs canlılar öz həyatlarını davam etdirmək üçün daim onlara enerji lazımdır. Bu enerjini də qəbul etdikləri maddələri, qidalı maddələri oksidləşdirərək alırlar. Həmin bu qidalı maddələrin oksidləşməsi prosesi tənəffüs prosesi adlandırılır. Və bunu tənəffüs prosesini biz iki hissəyə bölürük. Xarici tənəffüs, daxili tənəffüs. Xarici tənəffüs biz deyirik ki, hansı ki, xüsusi tənəffüs orqanlarında baş verir. Daxili tənəffüs isə həmin o toxuma hüceyrələri ilə qan arasında baş verən tənəffüsdür. Bu şəkildə təsvir edirik prosesi. İkinci, tənəffüs tiplərinə aid şəkillər təqdim olunmuşdur. Verilmiş tənəffüs tiplərini müəyyən et. Birinci də xarici qəlsəmələrdir. Baxın, bu kənardan tük şəkilli çıxan çıxıntılar, bu bunun xarici qəlsəmələrdir. Birinci olacaq xarici qəlsəmə. İkinci balıqdır, daxili qəlsəmə. Üçüncü həşəratdır, traxeyalar və dördüncü isə ağciyərlərdir. Daha sonra deyir, hər bir tənəffüs tipinə aid 1-2 nümunə yaz. Xarici qəlsəmələrlə tənəffüs edəcək qurbağanın sürfəsi, hansı ki çömçə quyruq adlanır, o həyatının ilkin dövriyyəsində, daha sonra xarici qəlsəmədən yazırıq bu arada. Və bir də biz deyəcək ki, askalotl, hansı ki quyruqlu amfibilərdən olan proteylərdə, askalotullarda, bunlarda da yenə xarici qəlsəmələrdir. İkinci, daxili qəlsəmiyə. Daxili qəlsəmiyə yaza bilərsiniz xərçəng kimi, yaza bilərsiniz iki taylı mollyuska, əksər balıqlar. Bunlar da olacaq daxili qəlsəmədən. Üçüncüyə traxeyalardan. Traxeyaları bir həşəratlara yazacaqsınız. Bir də hörümçəklərdə. Hörümçəklərdə traxeyalardan başqa ağciyərlər də var. Dördüncü biz ağciyərlərdir. Ağciyərlər yazacaqsınız. Amfibilərdir, sonra sünnənlərdir, quşlardır, məməllərdir. Qeyd edim ki, amfibilərdə əsas tənəffüs orqanı dəridir, köməkçi isə ağciyərdir. Bu şəkildə yazdıq, keçirik. Tənəffüs tiplərinin bu cür müxtəlif olmasının səbəblərinə dair öz fikrinizi deyin. Tənəffüs tiplərinin bu cür müxtəlif olmasının əsas səbəbləri yaşadıkları mühitə uyğunlaşmalarıdır. Müxtəlif şəraitdə yaşayırlar. Ta ki, suda yaşayan canlılar suda oksigen həll olmuş şəkildədir. Ya qəlsəmədən tənəffüs etməlidirlər suda və yaxud da ki, bütün bədən səthi ilə, dəri vasitəsilə. Quruda yaşayanlar da qurudakı oksigen havadadır, qaz şəklindədir. Bu zaman da burada ya ağciyərdən, ya traxeyadan tənəffüs etməlidir. Bundan başqa biz deyə bilərik ki, bəzi aktiv, məsəl üçün quşlar çox aktivdirlər. Bunlar üçün daha çox oksigen lazımdır. Ona görə bunlar 2 qat tənəffüs edirlər. Sonda ümumiyyətlə bütün fikrimizi cəmləsək deyə bilərik ki, canlıların yaşayış mühiti əsas götürməklə, bədən quruluşu, enerji tələbatı biz bu prosesi izah edirik ki, bunların müxtəlif tənəffüs tipləri vardır. Təkamül nəticəsində də yaşadıkları mühitə uyğunlaşaraq onlarda bir tənəffüs tipi meydana çıxmışdır. Üçüncü sual. Boşluqları doldur və verilmiş sualları cavablandır. Baxın, birdən bizə qəlsəmə yarpaqları, 2-dən qəlsəmə qövsü, 3-lə isə bizə qəlsəmə dişcikləri göstərilib. Qəlsəmə dişcikləri. Şəkildə 2 rəqəmi ilə verilmiş hissə zədələnərsə nə baş verər? Hansı proses və fəaliyyət pozular? 2-dən bizə qəlsəmə qövsü göstərilib. Qəlsəmə qövsü qəlsəmə yarpaqlarına bir dayaq rolunu oynayır. Əgər qəlsəmə qövsü zədələnərsə, burada qəlsəmə yarpaqlarının fəaliyyəti pozular və tənəffüs prosesi pozular. Dayaq rolunu oynayan hissə çünki zədələnib, proses normal gedə bilməyəcək. B-də, qəlsəmə yarpaqlarındakı kapilyarlarda hərəkət edən qanın hərəkət istiqaməti ilə qəlsəmə yarpaqlarına daxil olan suyun hərəkət istiqamətinin eyniliyi nəyə səbəb olar? Biz bilməliyik ki, burada qəlsəmələrdə axan qanın istiqaməti ilə suyun istiqaməti bir-birinə əks axın olmalıdır. Bunun hesabına oksigenlə maksimum zənginləşir qan. Yox, əgər eyni olarsa, yəni bir-birinə paralel axarsa, əks yox. Bu zaman yalnız başlanğıcda oksigenlə zənginləşəcək qan. Sonraki dövrlərdə oksigenlə zənginləşməyəcək. Bunun hesabına
oksigen çatışmamazlığı yarana bilər əgər eyni istiqamətdə atsa və tənəffüs prosesi öz effektivini itirəcək, yəni azalacaq tənəffüs. Oksigenlə zənginləşmə. C variantında balığın sudan kənarda müəyyən müddət yaşayıb sonra ölməsinin səbəbi necə izah edərsən? Səbəb odur ki, bunun bədəndə müəyyən qədər oksigen ehtiyatı var. Həmin oksigen ehtiyatı bitincəyə kimi yaşayacaq, sonra isə ölür. Necə ki, insan bir neçə dəqiqə suyun altında yaşaya bilər. Öz oksigeni bitdikdən sonra avtomatik öləcək. Eynən də balıq öz oksigeni bitdikdən sonra quruda öləcək. Qəlsimi yarpaqları quruyur. Qəlsimi yarpaqlarına su olmadığı üçün tənəffüs getmir. Bununla da balıq quruda ölür. 4-cü sual. Yetkin qurbağada hava bilavasitə ağciyərə dolarkən müəyyən proseslər baş verir. Düzgün fikirləri işarələ. Baxın, burun dəlikləri bağlı olacaq. Qırtlaq açıq olur. Bilavasitə biz deyirik ki, qurbağalarda qırtlaqdan bilavasitə hava ağciyərlərə daxil olur. Ona görə də deyirik ki, qırtlaq vasitəsilə bilavasitə kisə şəkilli ağciyərlər ağız boşluğuna birləşir. Ona görə də ağız boşluğunun hava ağciyərlərə daxil olacaq. Burun dəlikləri bağlı olur. Yanlış. Hava əvvəlcə nəfəs borusuna xeyr. Burun dəliklərə bağlı olur. Qırtlaq açıq olur. Hava ağız boşluğunun ağciyərlərə daxil olur. Düzgün cavab variantı bunlardır. Verilmiş ağciyər müxtəlifliklərinə aid heyvanları müəyyən et və hər bir ağciyərin fərqli xüsusiyyətini yaz. Birinci ağciyər quşlara aiddir. Biz deyirik ki, quşlarda hava kisələr var, quşlarda 2 qat tənəffüs var. Həm nəfəs almada, həm nəfəs vermədə ağciyər oksigenlə zənginləşir. Daha sonra quşlarda deyirik qazlar mübadiləsi yalnız və yalnız ağciyərlərdə gedir, hava kisələri olmasına baxmayaraq. Və bir də onu vurğuluyoruz ki, quşlarda parabronxlar adlanan hissə var ki, mübadilə məhz orada gedir. Bronxlar parabronxlara kimi şaxələnir, mübadilə orada gedir, alveolları yoxdur. Alveollar yalnız məməlilərdə var. İkinci isə bizdə sürünənlərin, kərtənkələnin ağciyəridir. Baxın, kərtənkələnin ağciyəri amfibilərdən fərqli olaraq ara kəsmələri var. Həmçində biz deyirik ki, sürünənlərdə ağciyərlər daha yaxşı inkişaf edib və amfibilərdən fərqli olan sürünənlərdə artıq döş qəfəsi olduğu üçün sözsüz ki, ağciyər tənəffüsü daha yaxşıdır. Üstəgəl də büküşləri var ki, bu büküşlər nəticəsində də tənəffüs sahəsi xeyli genişlənir. Sonra qurbağadır burada. Qurbağada isə biz deyirik ki, kisə şəkilli ağciyərlər var. Qurbağada ağciyər tənəffüsü köməkçi tənəffüsdür. Əsas tənəffüsü dəri tənəffüsüdür. Suyun altında olanda və qış yuxusunda olanda ancaq və ancaq dəri tənəffüs edir. Ağciyər tənəffüsünü quruda edir yalnız. Sonra isə bu məməlinin ağciyəridir. Məməlilərdə deyirik ki, digər heç bir canlıda olmayan alveol quruluşlar var. Hansı ki, bronxlar bronxiyolların da ucu alveollardan bitir və biz deyə bilərik ki, ağciyər tənəffüsün ən ali forması məhz məməlilərdədir. Çünki ən ali canlı sözsüz ki, insandır və məməlilərdir. Bu şəkildə. Sağ olun.